7 dekabr 2025-ci il Dahi Akademiyada keçirilmiş blok sınaq imtahanı 2-nin Azərbaycan dili suallarının izahını təqdim edirəm. Birinci sual. Sözlərdən biri bir şeyin maddi cismani ifadəsi mənasındadır. Bu leksik məna təcəssüm sözünün leksik mənasına uyğundur. Cavab elə A variantıdır. Təbəssüm gülümsəmə deməkdir. Təcəddüd yenilənmə deməkdir. Təcrid ayırma deməkdir. Təbliğ isə bir fikri, biliyi, nəzəriyyəni yayma deməkdir. Deməli, cavab A variantı. İkinci sual. Orfoqrafik baxımdan məntiq ardıcılığı tamamlayın. Birinci söz fağır füqəra doğru yazılıb. Hegemon yanlış yazılıb. Hegemon yazılmalıdır. Impeachment doğru yazılıb. Deməli, orfoqrafik baxımdan doğru, yanlış, doğru. Növbəti dördüncü söz yanlış yazılmalıdır. De jure doğrudur. Dəyiş-düyüş doğrudur. Güvəc doğru yazılıb. Gildən hazırlanan qabdır. Glukoza doğru yazılıb. Alüdə sözü isə yanlış yazılıb. Çünki ü ilə yox, u ilə yazılır. Cavab C variantı. Üçüncü sual. Eyler-Venn diaqramına əsasən doğru fikirləri seçin. Ləncitmək və qorxutmaq sözünü müqayisə edirik. Əvvəlcə sözləri təhlil edək. Lənc sözün kökü. İt şəkilçisi bilirik ki, feildən feil yaradan şəkilçidir. Ona görə lənc sifətindən əvvəlcə lənci feili yaratmalıyam. Daha sonra ləncit feili yaratmalıyam. 2 leksik. Qorxutmaq sözündə isə qorx sözü kökdür və feildir. Qorxu ismi yarada bilmərəm. Ut bir şəkilçidir. Qorx feilindən qorxut feili yaratdım. Maq isə qrammatik. Uyğunlaşdıraq. Birinci, kökü feildir deyir. Xeyr, kökü sifətdir. Bir olmaz. İkinci, tərkibində 2 leksik şəkilçi var. Ortaq fikir kimi verib. Xeyr, birində 1, digərində 2 leksik şəkilçi var. Ona görə 2 və 3 avtomatik olaraq uyğun olmaz. Dördüncü, kökü və başlanğıc forması eyni nitq hissəsidir. Baxırıq, ləncitmək sözünün kökü sifətdir. Lənc sifəti. Başlanğıc forması isə ləncit feilidir. Deməli, 4 bura yazıla bilməz. Ortağa da yazıla bilməz. Qorx feili kökü, qorxut, başlanğıc forması. Bəli. Dördüncü tam yerində doğru yazılıb. Çünki qorxutmaq feilinin kökü də başlanğıc forması da eyni nitq hissəsidir. 5. Kökü və yarandığı nitq hissəsi eyni deyil. Bu tamamilə əks fikirdir. Ona görə 5 uyğun olmaz. Cavab yalnız 4. Azaldırdıq sözü ilə eyni tərkibə malik sözün işləndiyi bəndi müəyyən edin. Təhlil edək. Az sayından azalmaq feili yaranır. Dır şəkilçisini əvvəlcə parçalayıb maq əlavə etmək lazımdır ki, görək d orada ayrıca leksik şəkilçidirmi? Bəli, azaltmaq yarana bilir. Azaldır, ır burada zaman, d idi hissəcinin qısaldılması, q isə şəxs şəkilçisidir. Deməli, 2 leksik, 3 qrammatik. Uyğunlaşdıraq. Gecikdirməzsiniz. Gec sözün kökü, gecdən gecikmək, gecikdirmək, maqmək əlavə edə biliriksə leksikli şəkilçilər. Məz şəkilçisi yoxdur dilimizdə. Bu 2 şəkilçidən ibarətdir. Mamənin inkarı, əz isə ər qeyri-qəti gələcək zaman şəkilçisidir. Siniz isə şəxs şəkilçisi. Cavab elə A variantıdır. 2 leksik, 3 qrammatik. Digər sözlər niyə olmaz? Yaraşıqlılardır. Yaramaq, yaraşmaq, yaraşıq, nə, yaraşıqlı, necə, lardır. 3-2'dir. Uyğun olmaz. Boyadılmışdır. Boyamaq, boyatmaq, boyadılmaq, mışdır. 2 leksik, 2 qrammatik C olmaz. Soyuqlamışdır. Soyumaq. Soyuq, necə, soyuqla, nə et, mışdır. Qrammatik D-də olmaz. Düzəldilmişdir. Düz, düzəlmək, düzəltmək, dil şəkilçisi yoxdur. Düzəldilməkmişdir. 3-2, bu da uyğun olmadı. Doğru cavab qeyd etdiyimiz kimi A. 5. Fikirlərdən heç birinə aid olmayan söz hansıdır? Həm eyni nitq hissəsinə aid olmasın, həm də çox mənalı olmasın. Baxaq. Ağ çox mənalı sözdür. 2-yə uyğundur deyə A gedir. 80 eyni nitq hissəsinə aid amonim deyil. 80 feili var. 80mək, qorxmaq, isinməkdir. 80 saydır.
Deməli, birə aid eləyə bilmərəm. Çox mənalığı da yoxdur. Ona görə cavab B variantı. Yumaq sözü çox mənalı kimi işlənə bilər. Məsələn, günahını yumaq. Ona görə 2-yə uyğundur deyə C olmaz. Aşıq sözü, aşıq bir var, el sənətkarı. Digər mənası isə sümükdür. O da eyni nitq hissəsinə. İkisi də iki mənası da ismə aiddir. Ona görə D-də uyğun gəlməz. 1-ə uyğundur çünki. Oynaq sözü isə həm eyni nitq hissəsinə aid amonim oynaq mahnı, necə oynaq sümük. Bəli, eyni nitq hissəsinə aid amonim deyil, müxtəlifdir, lakin çox mənalılığı var. Oynaq dil. Necə deyil? Bu məcazi mənada işlənir və çox mənalı ola bilir. 1-ə aid olmasa da 2-yə aiddir deyə Y variantı olmaz. Doğru cavabım B. 6-cı sual. İsmi artırılan, fikir verirəm, ismə deyir. İsmi artırılan I hansı cümlədə mənsubiyyət şəkilçisidir? Kimi gözlədiyini hələ də anlaya bilmirdik. Burada ümumiyyətlə ismi artırılmayıb, artırılan şəkilçi isə təsirli A şəkilçisidir. A variantı olmaz. Hər şeyin təzəsi dostun köhnəsi. Burada təzə və köhnə sifətdir. Mənsubiyyət şəkilçisi olsa da sifətə artırılıb. Bizdə isə isimdir. Ona görə B variantı olmaz. Aralarındakı hörməti bütün dəyərlərdən üstün tuturdu. Nəyi hörməti? Bu təsirli A şəkilçisidir. Ona görə olmaz. C deyil. D. Onu gözləyən dostları yaman nigaran qalmışdılar. Burada dostları onun dostları. Burada onun sözün əlavə edirik yiyəli halda və görürük ki, dostları sözündəki I mənsubiyyət şəkilçisidir və dost sözü özü də isim olduğuna görə doğru cavabım D-dir. Y. Çalışqanlığı hər zaman yüksək qiymətləndirirəm. Burada çalışqanlıq isimdir. I isə təsirli A şəkilçisidir. Ona görə Y variantı olmaz. 7. Hansı cümlədəki sözlər antonim deyil? Darısqal geniş antonimdir. Əqli, fiziki antonimdir. Qaraşın ağbəniz antonimdir. Şərəfli namussuz antonimdir. Savad biliksiz isə antonim deyil. Çünki savad nə? İsimdir. Savadsız necə? Sifətdir. Biz də bilirik ki, antonimlər eyni nitq hissəsinə aid olmalıdır. Bu antonim olmaz. 8-ci sual. Bəxtiyarlıq sözünün fonetik xüsusiyyəti ilə bağlı səhv fikir müəyyən edək. Öncə sözün tələffüzünü yazırıq. Bəxtiyarlıq. Baxaq. Tərkibində uzun tələffüz olunan saat yoxdur. Bəli, yoxdur. A variantı olmaz. Tərkibində həm eyni cinsli, həm də müxtəlif cinsli samit qoşalığı var. X-dır, müxtəlif cinsli. R-ı isə eyni cinsli samit qoşalığıdır. Var deyir, bəli var. Doğru fikirdir. B olmaz. Cingiltili samitlə başlayır, cingiltili samitlə bitmir. Başlayır, bəli, bu cingiltilidir. Bitmir, bəli, X çardır. Deməli, bu da doğru fikirdir. C olmaz. Bir məqamda müxtəlif hərflər eyni səsi ifadə edir. Burada baxırıq, müxtəlif hərflər. Burada L və R müxtəlif hərflərdir. L, R və L. Amma ikisi də eyni səsi ifadə edir, R səsin. Bir də bəxtiyarlıq sözündə X, G. X və G. Müxtəlif hərflərdir. Birinci X yerində qalır. G isə X-nı verir. Yenə müxtəlif hərflər eyni səsi verdi. Amma bu iki məqamdadır. Bizdə isə deyir, bir məqamda müxtəlif hərflər eyni səsi ifadə edir. Bu yanlış fikirdir. Cavab D variantı. Sözdə 5 cingiltili, 2 kar samit var. Tələffüzə baxırıq bu zaman. B cingiltili, X kar, D cingiltili, Y cingiltili, R cingiltili, X kar. Bəli, 2 kar, 2, 4, 5. 5 cingiltili samitim var. Bu doğru fikirdir. Ona görə Y variantı olmaz. 9-cu sual. Palıdı sözü hansı cümlədə ümumi qrammatik mənasına görə fərqlənir? Ümumi qrammatik məna nitq hissəsi deməkdir. Yəni nitq hissəsinə görə fərqlidir. Meşənin qayını palıdı, vələsi göyə ucalırdı. Palıdı, nəyi bu isimdir? Sincablar palıdı özləri üçün yuva seçmişdilər. Palıd isimdir. Onun gözlərində palıdı rəngin işığı vardı payız kimi. Burada palıdı rəng necə rəng? Bu sifətdir. Bu ərazidə palıdı əkib becərmək daha rahat idi. Burada isimdir. Nəyi?
Palıdı rəngləmək üçün uşaq bir neçə karandaş seçdi. Burada da palıd isimdir. Doğru cavabım C sifət olduğu üçün. 10-cu sual. Uyğunluğu müəyyən edin. Gül ismindən yaranır. Baxın, burada gül amonim söz ola bilər, feil də ola bilər. Amma bizdən gül ismindən yaranmağı soruşur. Eyni köklü söz yaransın, yaxud eyni sözün müxtəlif formaları yaransın. Eyni kök deyirsə bizə leksik şəkilçi lazımdır. Müxtəlif forma deyirsə qrammatik şəkilçi lazımdır. Gül sözünə 3 şəkilçi artırsam gülüş. Bu isimdən yox, feildən yaradır. Ümumiyyətlə A gedir. A olan variantlara çıxsam 3 variantım çıxmış olacaq. Baxaq digər söz şəkilçilərə. Gülzar, gül sözünə gülzar şəkilçisini artırsam yeni söz yaranar. Leksik şəkilçidir, qeyri-məhsuldardır. Və güldan sözünü yaratsam bu da eyni köklü olar. Deməli B və D gülzar və güldan ikisində də leksik şəkilçidir və eyni gül isminə artırılıb eyni köklü söz yaradıb. B, D. Aha, 1-ə B, D uyğun gələcək. Eyni sözün müxtəlif formaları yaransın. Burada isə güldən, nədən güldən və güldür, nədir? Sualını verərəm, qrammatik şəkilçi artıraram. Orada isə yaranar güldür. Yaranar sözün müxtəlif forması. Deməli, 1-ə B-dir, 2-yə C-yi, doğru cavabım D. Üzr istəyirəm, B. 11-ci sual. Uyğunluğu müəyyən edin. Frazeoloji birləşmə, onun sinonimi, antonimi doğru variantda verilsin. Çiçəyi çıtlamaq, sevinmək deməkdir, amma sevinmək onun sinonimi deyil. A variantı uyğun gəlmədi. Xoşuna gəlmək, ürəyə yanmaq bir-birinin sinonimi deyil. Xoşuna gəlmək, bəyənməkdir, ürəyə yanmaq, acımaq deməkdir, yazığı gəlməkdir. Ona görə sinonim sayılmaz. Könlünə toxunmaq, qəlbinə dəymək, bəli, eyni mənadadır. Qəlbini ələ almaq isə onun antonimidir. Deməli, cavabım C variantıdır. Qılığına girmək, qəlbinə yol tapmaq sinonimdir, amma yerə göyə sığmamaq onun antonimi deyil. Yerə göyə sığmamaq, sevinmək, həddi aşmaq deməkdir. Haldan düşmək, yorulmaqdır. Nəfəs kəsilməkdə yorulmaq mənasındadır. Bunlar sinonim olur, amma dincəlmək onun antonimi olmur. Çünki həqiqi mənadadır. Frazeoloji birləşmə deyil. Biz də bilirik ki, frazeoloji birləşmənin sinonimi və antonimi mütləq frazeoloji birləşmə olmalıdır. Ona görə Y-də olmaz. Doğru cavab C. 12-ci sual. Hansı cümlədə yiyəlik halda olan 2 isim var? İşarələyirəm, yiyəlik halda 2 isim. Dənizin qoxusu yay axşamına xüsusi bir gözəllik qatmışdı. Dənizin ın, burada şəkilçisini görürəm, dəniz isimdir. Yay axşamı, yay axşamı mənsubiyyət, mənsubiyyətdən əvvəl yiyəlik hal şəkilçisi ixtisar olunub burada yayın axşamı. Bu müəyyən yiyəlik haldır. Yayın isə yay axşamı qeyri-müəyyən yiyəlik haldır. Ona görə doğru cavabım A variantıdır. 2 isim var. B. Dərsin mövzusu şagirdlərə maraqlı gəldi. Burada bir sözdür, dərsin sözündədir. Qızın gülüşü dostlarını sevindirirdi. Qızın burada yiyəlik hal şəkilçisidir, bir sözdədir. Ona görə C variantı olmaz. Dostlarını sözündə isə baxırıq. Dost sözün kökü lar, cəm, onun dostları və n. Burada mənsubiyyət, n isə təsirli a şəkilçisidir. Ona görə C olmur. D. Kitabın səhifələri günəş kimi saralmışdı. Kitabın səhifələri yiyəlik haldadır. Bir sözdədir. Gecənin sakitliyi qəmginlərin ruhuna şəfa kimi idi. Gecənin sözündə də yalnız bir sözdə yiyəlik hal şəkilçisini görürük. İkinci söz yoxdur. Ona görə doğru cavab A variantı. 13-cü sual. Hansı sözün kökü doğrudur? Başlanğıc forması yanlışdır. Təhlil eləyək. Narazılıqlar sözündə sözün kökü razı, na ön şəkilçi, lıq, leksik, lar, qrammatik. Başlanğıc forması narazılıqdır. Baxıram, deyir kökü narazıdır, xeyr, yanlışdır. Bizə deyirdi kökü doğru olsun. Deməli, A variantı deyil. Çəkisizlikdən sözün təhlili, çək, kökdür, çəki, nə, çəkisiz, necə, çəkisizlik, nə,
dən qrammatik. Sözün kökü çək, başlanğıc forması isə çəkisizlikdir. Kökü bəli doğru göstərilib. Başlanğıc forması isə deyir çəkisizdir. Bu yanlışdır. Çünki çəkisizlikdir başlanğıc forma. Bizdə də elə deyirdi, kökü doğru olsun, başlanğıc forması yanlış olsun. Doğru cavabım B variantıdır. Dinlənilmiş sözündə dinlənilmiş sözünün kökü dinlədir. Başlanğıc formasında baxaq, dinlə, dinlən, dinlənilmiş. Başlanğıc forması dinlənilmiş. Yazıb din sözün köküdür. Xeyr, yanlışdır. Bizdən doğrunu istəyirdi. Ona görə C variantı gedir. D. Tapşırıqların sözün kökü tapşır. Sözün kökü tapşır. Feili tapşırıq ismi ların kökü deyir tapdı. Xeyr, yanlışdır. D variantı olmaz. Başlanğıc forması tapşırıqdır. Y variantında gecikdirmişdir. Gec sözün kökü gecikmək, gecikdirməkmişdir. Kökü gecdir, bəli doğrudur. Gecikdir deyir başlanğıc formasıdır. Bəli, bu da doğrudur. Amma bizdə variantı istəyirdi ki, başlanğıc forma yanlış olsun. Ona görə Y variantı gedər. Doğru cavab B oldu. 14-cü sual. Hansı sözdə səslərin sayı ilə hərflərin sayı bərabərdir? Mənfəətli sözündə mənfəət 2 qoşa eyni cins varsa biri düşər, biri uzanar. Mənfəətli. Burada səs düşümü olduğu üçün bərabərlikdən söhbət gedə bilməz. A variantı gedir. Milyonlarla sözündə tələffüzü milyonlarla. Burada görürük ki, N səsi artır. Ona görə bərabər deyil. Mozaika sözündə Y səsi əlavə olunur. Ona görə bərabər deyil. Aidiyyət sözündə, bunun tələffüzünə baxırıq. Aidiyyət sözündə aidiyyət kimi tələffüz olunur. Burada deyilişdə bir Y əlavə olunur və qoşa Y-lardan biri də gedir. Biri gəlir, biri gedir. Bərabərləşdi. Ona görə cavabım D variantıdır. Seyirci sözündə isə tələffüz zamanı İ səsi artırılır. Seyirci olur. Y variantı da olmaz. 15-ci sual. Bağlanılmışdır sözündə hansı şəkilçi sözün quruluşca növünü dəyişmişdir? Quruluşca növünü dəyişən birinci leksik şəkilçidir. Birinci leksik. Baxıram, bağlanılmışdır. Sözün kökü bağdır. Bağdan bağlamaq, bağlanmaq, bağlanılmaqmışdır. Qrammatik. İlk leksik şəkilçimiz ladır. Deməli, bağ sadə idi. Bağla oldu düzəltmə. Bağladıya N artıranda yenə düzəltmə olur. Düzəltmədən düzəltmə sözün quruluşunu dəyişməz. Ona görə yalnız birinci leksik şəkilçini, la şəkilçisini götürürəm. Cavab olur A variantı. Uyğunluğu müəyyən edin. 16-cı sual. Səbrin söz kökündə sait düşməyib. Xeyr, səbir sözü səbir ilə yazılır və saitlə başlayan şəkilçi qəbul edib deyə sait düşüb. Bu yanlış fikirdir. Qarşısını isə doğru yazıb. Yanlışla doğru uyğun deyil. Ona görə A variantı gedər. Beyin. Ardıcıllıqla cəmlər və mənsubiyyət i şəkilçiləri artırıldıqda kökdəki son sait düşmür. Bu doğru fikirdir. Çünki beyin sözünə mən samitlə başlayan şəkilçiyi əlavə eləsəm, orada heç bir düşmə hadisəsi baş verməz. Düşmür deyir. Bəli, doğru fikirdir. Amma qarşısına yazıb yanlışdır. Bu uyğun deyil. Nağıl. Saitlə başlayan şəkilçi artırdıqda ikinci hecətdəki sait düşür deyir. Xeyr, düşməz. Bu dəyişməyən sözlərdəndir. Yanlış fikirdir. Qarşısına doğru yazıb yanlışla doğru uyğun olmaz. C gedir. Ömür. Ü təsirli çal şəkilçisi artırdıqda ikinci hecədəki sait düşür. Ömür sözü alınma sözdür və hal şəkilçisi qəbul edəndə sait düşməməli. Düşür. Çünki alınmadı. Alınmalarda hər zaman düşür. Bu doğru fikirdir, amma bizə yanlış qeyd edib. Bu da uyğun deyil. Çin, in şəkilçisi artırılarsa kökdəki ikinci saitin düşəcəyini əminliklə demək olmaz.
Bəli, bu Çin sözü milli sözdür. İn şəkilçisi burada qeyd olunmayıb ki, nə şəkilçisidir, mənsubiyyətdir, yoxsa hal şəkilçisidir. Ona görə ikinci saytın düşəcəyini əminliklə demək olmaz. Mənsubiyyət qəbul eləsə düşər. Məsələn, onun çiyini. Amma in, sənin çiyinin. Amma hal şəkilçisi, yəli hal şəkilçisi əlavə eləsə, çiyinin ağrısı. Burada düşməməlidir. Deməli, əminliklə demək olmaz. Bu doğrudur. Qarşısında da doğru yazılıb. Doğru, doğru, uyğundur. Cavab Y variantı. 7-ci sual. Hansı sözü bitişdirici samitli söz kimi düşünmək mümkün deyil? Bu tip suallarda y-dan yaxud bitişdirici kimi düşündüyüm sözdən əvvəlki ayırıram. Çürü. Çürü feili, çürüyə. Y burada bitişdiricidir, şəkilçidir. Və burada bitişdirici var. Yəni, düşünə bilərsin. Mələyə yenə ayırıram. Mələməkdən mələyə. Şəkilçidir, y bitişdiricidir. İşləyə D variantında. Bölürəm. İşlə, işdən işləmək yaranır. İşləyə, çaş işləyən məsələn. Burada y bitişdiricidir. Mədəni sözündə də mədəni. Burada təsirli hal şəkilçisi artırılmış kimi düşünə bilərəm. Çünki mədə sözün kökü nəyi mədəni. Burada təsirli hal şəkilçisi idi. Söz də saiti ilə bitir. Bizə lazımdır bitişdirici n samiti əlavə olunub. Deməli, bu 4 variantın 4-ündə də düşünmək mümkündür. Bizə deyir, düşünmək mümkün deyil. Biləyə sözündür cavab C variantı. Çünki bilə sözün ayıranda bəli dilimizdə bilə sözü var. Çaş bilə. Amma bil sözün kökü çaş bilə. Təzədən çaş bilədən çaş biləyə feil kimi yarada bilmərəm mən bunu. Ona görə bu sözü yalnız isim kimi düşünə bilərəm. Bilək. Burada y əslində ç-dır. Sait artırılıb deyə çevrilib y-ya. Yəni, burada bitişdirici samit kimi düşünə bilmərəm. Cavab C. 18-ci sual. Birində ikinci şəxsin mənsubiyyət şəkilçisi həm n, həm də n kimi düşünülə bilər. Mənsubiyyət şəkilçisi. Sazın sözündə dilimizdə saz sözü var. Amma sazı sözü yoxdur. Sazı sözü yoxdur. Ona görə bunu düşünə bilmərəm. Yəni, bu bir dənədir. N-dır yalnız. Sonra yazın. Yaz sözün yəni, bu sözü həm yaz kimi düşünə bilərəm, fəsil, həm də yazı kimi düşünə bilərəm. Yazdan, yazı ismi. Ona görə də, əgər yazı isimdirsə, n burada mənsubiyyət olacaq. Bir də var ki, fəsil olaraq sənin yazın, yazın burada mənsubiyyət olacaq. Yəni, həm n kimi oldu, həm də n kimi. Doğru cavab B variantı. Yaşın sözündə yaş sözü var dildə, amma yaşı sözü yoxdur. N-dır bir cür. Əlin, əl, sənin əlin bir cürdür. Ölçün, ölç, ölçü ismi, sənin ölçün. Burada da yalnız n kimi düşünə bilərəm. Cavab B. 19-cu sual. Hansı sırada mücərrəd mənalı olsun, düzəltmə olsun, isim olsun. Bu üç xüsusiyyəti üçündə ödəməlidir. Bu sözlər ona o qədər xoş idi ki, xəyallar aləmindən ayrılmaq istəmirdi. Burada xəyallar sözündə baxıram ki, xəyal mücərrəddir, amma düzəltmə deyil, ödəmir. Ona görə A variantı olmaz. B-də hazır cavab adam söz tapmaqda çətinlik çəkməz. Burada ümumiyyətlə çətinlik isim deyil, çünki çətinlik çəkmək bir yerdədir, feildir. Hazır cavab isə sifətdir. Adam düzəltmə deyil. Ona görə burada da cavab yoxdur. Yəni mücərrəd mənalı düzəltmə isimim yoxdur. C-də balaca dostları gələn kimi oyuncaqlarını gətirib otağa tökdü. Burada isimlərə baxıram. Dostlar, oyuncaq, otaq. Yenə görürəm ki, dostlar sadədir. Oyuncaq, oyundan oyuncaq yaranır düzəltmədə, amma konkret isimdir. Ona görə C də olmaz, otaq da sadədir. D variantında insan azadlığı onun ən böyük sərvətidir.
Azadlıq sözünə baxıram. İsimdə azad sifətindən azadlıq ismi yaranıb. Bəli, düzəltmədir. Mücərrəd mənalıdırmı? Bəli, o da mücərrəd mənalıdır. Yəni, azadlıq ismi həm mücərrəd, həm də düzəltmə olduğuna görə bizim şərtimizi ödəyər. Cavab D variantı olar. Y-yə də baxaq. Qışın soyuğunda belə ümidin nəfəsi içimizi isidir. Burada soyuq sözü sifətdə onu götürmürük. Qış sadədir. Ümid sözünə baxırıq. Bəli, mücərrəddir. Lakin düzəltmə deyil. Ona görə Y variantı da olmaz. 20-ci sual. Hansı şəkilçi yalnız qrammatik şəkilçi kimi təhlil olunur? Amonim şəkilçidir. Həm leksik, həm də qrammatik ola bilər. Məsələn, bölmə sözündə böldən, bölmə, həm də bölmə kimi düşünə bilərəm. Şəkilçisi həm leksik, həm də qrammatik ola bilər. Məsələn, ölüm sözündə öl sözün kökü ölüm, nə, isim kimi. Bir də ölüm, əmr şəklində, yəni həm leksik, həm qrammatik ola bilər. Məsələn, baxım sözündə də var. Baxım sözündən baxım ismi yaranar. Həm də mən baxım əmr eləyər. Ona görə B-də gedir. Dır, bəli, həm leksik, həm qrammatikdir. Demişdik, maq şəkilçisi artırma olursa leksik, olmursa qrammatikdir. C-də getdi. Aq şəkilçisi leksikdir. Leksik ola bilər. Məsələn, qaçaq sözündə qaçdan, qaçaq, aq birlikdə bir leksik, yaxud əmr şəklində başa düşsəm, qaçdan, qaçaq, həm də qrammatik ola bilir. Yerdə qaldı ınız D variantında. Bəli, ınız yalnız qrammatik kimi düşünülə bilər. Leksik ola bilmir. Cavab D. Sualda deyir ki, izahlardan biri nümunədəki sözlərdən heç birinə uyğun gəlmir. Özüntəlqin bütün istək və arzularımızı qidalandıran enerjidir. O bütün 5 insani hissin nizama salır və istiqamətləndirir. Bəsləmək, burada birinci cümlədə qidalandıran, bəsləyən enerjidir. A-nın qarşılığı var. Qaydaya salmaq D variantından nizama salmağın qarşılığıdır, izahı var. Duyğu sözü, duyğu, his, duyğu qarşılığı var. Ona görə B variantı da olmaz. Arzu, istək, dilək. Bu sözün də mənası var. Y variantı da olmaz. Cavab C variantıdır. Bəşər sözü insan, adam deməkdir. Amma bizim sualımızda isə cümləmizdə bəşər yox, bəşəri sözü yazılıb. Ona görə insani sözünün qarşılığı olmalıydı. Bəşəri, bəşər yox. Ona görə cavab C. 22-ci sual yanlış fikri müəyyən edin. İsmin 6 hal şəkilçisinin hamısı qrammatikdir. Bəli, ismin 6 halı var. Amma 6 halın 6'sında hal şəkilçisi yoxdur. Ona görə burada yazsaydı 5 hal şəkilçisinin hamısı qrammatikdir, doğru olardı. Bu yanlış fikirdir. Ona görə cavabım A variantı. Müəyyən yiyəlik hallı söz cümlədə xəbər ola bilir. Bəli. Məsələn, deyirəm ki, kitab afətindir. Burada in yiyəlikdir, dir xəbərlikdir, xəbər ola bildi. Doğru fikirdir. Yönlü çıxışı halları bir-birinə əks məna bildirir. Bəli. C variantı deyil. İsmin bir halından başqa digərləri xəbərli şəkilçisi qəbul edib xəbərli ola bilir. Bəli, bu təsirli haldır. Y variantı adlı xallı söz cümlədə təyin ola bilir. Bəli, əgər isim, daha doğrusu sifətləşsə, məsələn, daş, hasar, uçdu. Nə etdi? Uçdu. Nə? Hasar. Hansı hasar? Daş hasar. Daş normalda isimdir, əşya bildirir. Daş hasar dedikdə isə sifətləşmiş olur və təyin funksiyasını daşıyır. Doğru cavabımız A variantı. 23-ci sual açıq tipli suallarımızda. 23-ci sualda üzərində rəqəm yazılmış hansı sözlərdə həm hal, həm də mənsubiyyə şəkilçisi var. Məqsədimiz beynimizin təbii və düzgün iş prinsiplərini öyrənmək, beynimizi ona uyğunlaşdırmaqdır. Məqsəd sözün kökü imiz mənsubiyyət. Burada bizə deyirdi, həm mənsubiyyət olsun, həm də hal olsun. Burada yalnız mənsubiyyət var. Ona görə bir olmaz. Beynimizin, beynimizin. İmiz, mənsubiyyət, in, beynimizin hal şəkilçisi. Deməli, 2 olar. Təbii düzgün iş prinsiplərini
Prinsiplər, beynimizin prinsipləri i mənsubiyyət. Prinsiplərini, bu da təsirli hal. Deməli, üçüncü sözdə də həm hal, həm mənsubiyyət var. Öyrənmək və beynimizi ona uyğunlaşdırmaqdır. Beyin yenə sözün kökü, beynimiz mənsubiyyət, i təsirlik. Deməli, doğru cavab 2, 3, 4. 24-cü sual, hansı sözləri həm sadə, həm də düzəltmə kimi düşünmək olar? Qazmaq sözü yeri qazmaq mənasında olsa, bu sadədir. Bir də var yeməyin qazmağı. Burada qazıb çıxarıldığı, qazıb təmizləndiyi, götürüldüyü üçün qazmaq leksikdir və düzəltmə sadə kimi düşünmək olar. Bir olur doğru cavablarımızın sırasında oduncaq, odun, oduncaq yalnız düzəltmə ola bilər. 2 olmayacaq. Dəyər, daş gedər ona dəyər. Bu feil mənasında işlənsə, ar-ər zaman şəkilçisidir və sadə olacaq. Yox, mən dəyər verirəmsə ona, dəyər. Burada dəyməkdən dəyər. Bunu düzəltmə kimi düşünə bilərəm. Deməli, həm sadə, həm düzəltmə oldu. Dağdırmaq deyə bir söz yoxdur. Dağ, dağdır. Qrammatik, yalnız sadə kimi düşünə biləcəm. Qanacaq sözündə isə qan feilindən qanacaq gələcək zaman kimi düşünsəm sadə olacaq. Bir də var insanın qanacağı, qanmaqdan qanacaq ismi yaranar, olar düzəltmə. Doğru cavabım oldu 1, 3, 5. 25-ci sual, hansı amonimlər müxtəlif nitq hissələrinə aiddir? Çaş, maq artırıram. Bəli, çaşmaq feil olar. Bir də çaş əyri deməkdir. Yəni sifət olar. Bizə deyirdi müxtəlif nitq hissəsi. Feil və sifət olur, müxtəlifdir. Biri götürürəm. Qurd hər iki mənasında isimdir. Heyvan və canlı olaraq. Qurd canavar isimdir. Digər mənası da isim olar. Ona görə eyni nitq hissəsi. Uçmaq sözü həm qanadlanmaq mənası var. Qanadlanmaq. Həm də dağılmaq mənası var. Hər iki mənası feil olduğuna görə müxtəlif nitq hissəsi olmayacaq. Üçü də çıxdım. Yarım, bir var yarımaq feil kimi. Bir də var ki, nəyinsə yarısı, yarmaqdan yarı, nə? İsim kimi. Fərqli nitq hissəsi oldu. 4'ü də götürəcəm. Tər, bir var insanın təri, bu isimdir. Bir də tər təzə deməkdir. Bu da sifətdir. Deməli, sifət və isim müxtəlif nitq hissəsi. 5'i də götürdüm. Çən, bir var su çəni, isimdir. Bir də var duman çən, bu da isimdir. Hər iki mənası isim olduğuna görə fərqi yox, eyni oldu. Doğru cavabım 1, 4 və 5. 26-cı sual. Sözləri səs və hərf tərkibi arasındakı fərqli məqamların sayına görə azdan çoxa doğru düzün. Səs və hərf tərkibindəki fərqli məqamların sayına görə azdan çoxa. Baxaq, əsgərlik sözünün tələffüzündə əsgərlik. 2 fərqli məqam var. L-nın r-yə keçməsi, ç-nın i-yə keçməsi. Deməli, 2 fərqli məqam buradadır. Sonra etimadsızlıq tələffüzündə etimadsızlıq kimi tələffüz olunur. Fərq 1, 2, 3. Burada oldu 3 fərq. Azadlıqdır. Tələffüzü azadlıqdır. Deməli, d-nın t-yə keçməsi 1, l-nın d-yə keçməsi 2, q-nın x-yə keçməsi 3 və r-nın sonda düşməsi 4 fərq yaradır. Deməli, üçüncüdə ümumi 4 fərq oldu.
Fatihlik sözündə isə uzanma var, amma uzanma düşmə hadisəsi yoxdursa fərq saymır. Fatihlik kimi tələffüz olunur. Burada da yalnız çığının ihə keçməsi var. Yəni bir məqamda. İndi azdan çoxa dediyi üçün birinci bir olan 4, sonra 2 fərq var idi əsgərlik sözündə. 1 gələcək. Sonra 3 fərq olan 2-də idi. 2-nin rəqəmini yazıram. Və sonda 3-cü sözümüzdə də 4 fərqli məqam var idi. 3 yazıram. Cavabım 4, 1, 2, 3. 27-ci sual. Eyni Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Şəkli alını sözləridir. Birinci yazılıb ki, konkret isimdir. Şəkli sözü də alını sözdə hər ikisi konkret isimdir. Ona görə ortağa yazırıq. 3-ə A. B-də deyir, adlı halda olduğunu əminliklə söyləmək olar. Şəkli sözü alınma sözdür. Alını sözü isə milli sözdür. Şəkli sözündə şəkil normal yazılış, şəkilçi qoşulmamışdan əvvəl i hərfi var. Mən buna həm mənsubiyyət, həm də hal şəkilçisi artırsam, hər iki halda şəkli kimi olacaq. Yəni burada mən i-ni həm təsirli hal kimi başa düşə bilərəm, təsirli hal şəkilçisi, həm də mənsubiyyət şəkilçisi. Mənsubiyyət isə bu adlıqdır. Yəni bu alınma olduğu üçün şəkli sözü. Mən dəqiq bilmirəm, təsirli hal şəkilçisi qəbul edib, yoxsa mənsubiyyət şəkilçisi qəbul edib, adlı halda olub. Yəni B-ni mən 1-ə yaza bilmərəm, ortağa da yaza bilmərəm. Bu yalnız aiddir alını sözünə. Çünki alın sözündə I mənsubiyyəti artırıramsa, mənsubiyyət şəkilçisi artırdıqda söz kökündəki ikinci said düşər və alını formasında olar. Yox, təsirli hal şəkilçisi artırıramsa, burada ikinci hecadakı I düşməz, alını olmalıdır. Yəni burada adlı halda olduğunu əminliklə söyləyə biləcəyim yalnız alını sözünə aiddir. 2-yə yazacağım B variantı. C. Qəbul etdiyi şəkilçinin mənsubiyyət yaxud təsirli hal şəkilçisi olduğunu ancaq cümlə və ya birləşmə daxili müəyyən etmək mümkündür. Bəli, bu 1-ə aiddir, çünki alınma sözdür. D-də söz kökünün ilk, ikinci yox. Söz kökünün ilk hecasındakı said düşmüşdür. Təbii ki, xeyr, nə şəkli sözündə, nə alını sözündə ilk hecada said düşməyib. İkinci hecada düşüb. Ona görə D heç birinə uyğun gəlməz. Ümumi isimdir deyir. Bəli, şəkli sözdə, alını sözdə hər ikisi ümumi isimdir. Y də ortağa gələcək. Deməli, 1-ə C, 2-yə B, 3-ə A, E. 28-ci sual. Yaponiyada uzun ömürlüyün sirri nədədir? Ən az 2 fikir qeyd edin. Bu bizə kömək edir. İkinci abzasdakı məlumatlar. Sağlam qidalanma, o cümlədən güclü səhiyyə sistemi, tibbi xidmətdən başqa eyni zamanda insanların daha uzun yaşamasının səbəbləri ölkənin mədəniyyətidir, yaşam tərzidir. Yəni burada sağlam qidalanma, səhiyyə sistemi, tibbi xidmət, mədəniyyət, yaşam tərzi, bunların hər biri Yaponiyada uzun ömürlüyün sirri kimi qeyd oluna bilər. 29-cu sual. İkiqay anlayışı mətndə necə təsvir edilmişdir? Sonuncu abzasda qeyd olunur ki, İkiqay insana həyatı boyu bələdçi edən gözəlliklər yaratmağa və cəmiyyəti kollektivi üçün faydalı olmağa sövq edən bir məqsəd olmalıdır. Yəni, İkiqay əslində bir məqsəddir ki, mənim yaşama səbəbim nədir bu həyatda? Mən necə gözəlliklər yarada bilərəm? Həyatın əsl anlamını tapıb onun üçün çalışmaqdır. Bu tip fikirlər qeyd oluna bilər. 30-cu sual. Qara hərflə verilmiş sözlərin qarşılığını, yəni yaxın mənasını müəyyən edib yazmalıyıq. Xüsusiyyət sözü. Xüsusiyyət burada cəhət deməkdir. Aparıb yerinə qoya bilərəm. Cəhət yaxud keyfiyyət. Yoxlayıram. Deyir, bütöv bir əsri gerdə qoymaq insanların bir neçə ortaq xüsusiyyəti var. Gerdə qoymuş insanların bir neçə xüsusiyyəti var. Yəni bir neçə cəhəti var, keyfiyyəti var. Lider sözü uzun ömürlülük üzrə lider ölkə Yaponiyada, yəni qabaqcıl ölkə
Yaponiyadır. Sonuncu, Yaponiyada uzun ömürlüyü şərtləndirən ən vacib amillərdəndir. Yəni səbəb və vasitələrdəndir.